Salam dəyərli izləyicilər. Bu gün sizlərlə Güvən Nəşrlərinin təşkil etdiyi 10-cu sınaq sinif 9 riyaziyyat hissəsinə baxacağam. Bir xahiş edim, kanalıma abunə olaraq dəstək verə bilərsiniz. Başlayırıq 57-ci sualdan. Deməli şagirdlər, bu hissə 20-dir. Bizdən LD-ni soruşur. Əvvəla baxırıq ki, bura orta xəttdir deyə 20-nin yarısına bərabər olacaq. 10 olacaq. O F-də 16 üstəgəlsin x bölünsün 2-yə bərabərdir. Y o ilə o f bərabərdir. Yəni 10 bərabərdir. 16 üstəgəlsin x bölünsün 2. Buradan da x-in biz 4 olduğunu tapırıq. D variantı. 58-ci sual. K-nın hansı qiymətlərində bu tənliklər sisteminin yeganə həlli var? Deməli, K bölünsün 6 fərqli olmalıdır 3 bölünsün 2-dən. K 3K fərqlidir 12-dən. K da buradan fərqli olur 4-dən. D variantı. 59-cu sual. A ədədi kəsr hissələrə uyğun olaraq 0,8, 0,6 və 0,5 olan 3 rasional ədədin cəminə bərabər olarsa, A-nın kəsr hissəsini tapın. Baxın, tam hissəsi önəmli deyil. Tam hissəsi yəni burada 2 də ola bilər, 3 də ola bilər. Biz kəsr hissə ilə işləyirik deyə kəsr hissələrini toplayırıq. Bərabər edir 0 tam, daha doğrusu 1 tam, onda 9. Və buradan da kəsr hissə çıxır 0,9. Cavabımız A variantı. 60-cı sual. K-nın hansı qiymətində kx-in kvadrat sögəl 12x sögəl 9 bu kvadrat tənliyin 2 bərabər kökü var. 2 bərabər kökün olması üçün D 0 olmalıdır. Yəni B-nin kvadratı çıxılsın 4AC bərabərdir 0. B-nin kvadratı 12-dir. 144 çıxılsın 4AC 36 bərabərdir 36K bərabərdir 0. 36K bərabərdir 144. K da bərabərdir buradan deməli 4. Cavabımız Y variantı. 61-ci sual. Çevrə üzərində qeyd olunan 5 nöqtə bu çevrəni 5 bərabər qövs ayırır. Təpələri bu nöqtələrdən ardıcıl 3'ü olan 3 bucağın kör bucağını tapın. Biz 5 hissəyə ayıraq bunu. 5 nöqtə və 5 hissə. Məsələn, burada endi, burada endi, burada endi, burada endi, burada endi. Bilirik ki, buradan 5n bərabərdir 360 dərəcə olur. N də bərabərdir 72 dərəcə. İndi ardıcıl 3 dənə nöqtə seçirik və 3 bucaqda birləşdiririk. Baxın, buranın da qövsü, bura alfadırsa, yəni n-in yarısına bərabərdir. Söykəndiyi qövsün yarısına bərabər olduğundan buralar bərabər yanlı 3 bucaq olur. Və buradan da n 72-dirsə, deməli alfamız edəcək 36 dərəcə. Bura biz beta versək, daxili bucaqların cəmi 180 dərəcədir. 2 alfa üstəgəlsin beta bərabərdir 180 dərəcə. 72 üstəgəlsin beta bərabərdir 180 dərəcə. Beta da bərabərdir, deməli 108 dərəcə Y variantı. 62-ci sual. Düz bucaq ilə açıq bucağın dərəcə ölçülərinin ədədi ortasına bərabər olan bucaq neçə dərəcədir? Düz bucaq 90 dərəcə, açıq bucaq 180 dərəcə. Toplayırıq sayılarına, yəni 2-yə bölürük, edir 135 dərəcə. Cavab D variantı. 63. Sinifdəki şagirdlərin 0,64 hissəsi oğlandır. Bu sinifdə ən azı neçə qız ola bilər? 0,64-ü mən yazıram %64. Tutaq ki, 100 oğlandır, 100 uşaqdır, 64-ü oğlandır. Məsələn, mən bunu 2-yə bölsəm hər tərəfini, eləyəcək 50-də 32. Amma bizdən ən az soruşur deyə ixtisar aparanda bir dəfəyə 4-ə bölərəm, edər 25-də 4-ə böləndə 16. 25-də 16, deməli bu 16 oğlandır. 25 ümumidirsə, qız nə qədər edir? 25-dən 9 çıxır, 16 çıxıram, edir 9. Cavab B variantı. 64. Bu 2 rəqəmli ədədin, yəni bunu açıram, 10A üstəgəlsin B. A üstəgəlsin B-yə bölünməsindən alınan qismət 8-dir. Hər tərəf A üstəgəlsin B-yə vuranda 10A üstəgəlsin B bərabərdir 8A üstəgəlsin 8B.
2A bərabərdir 7B. Buradan A'mız 7K'dır. B'miz 2K'dır. Və iç rəqəmli ədəddir deyə K'mız 2 ola bilməz. K 2 olanda A 14 olur. Artıq ziddir də. Bu iç rəqəmli olması üçün K'mız 1 olmalıdır. K 1-dirsə deməli A 7, B 2-dir. A, B hasilində tap deyirsə 7-ni 2-yə vururuq. Edir 14. C variantı. Növbəti sual 65. Deməli, iti bucaqlarının cəmi 72 dərəcə olan rombun körbucağını tapın. İndi romba oxşar bir şey çəkdim buradan. Baxın, bura alfadır. Bu iti bucaqlar. Bura alfadır. Burada betadır. Burada betadır. Körbucağını soruşur. Deməli, cəmi 2 alfa 72-dirsə, alfa bərabərdir 36. Bura 36-sı artıq beta da bərabərdir. 180-dən 36 çıxıram, edir 144. Cavab D variantı. Ya da bütün tamamilə cəmləyib 360 dərəcə edib onu elə də tapa bilərsiniz. 66-cı suala baxaq. A, B və C çoxluqları cüt-cüt kəsişir və hər birinin 12 elementi var. Bu çoxluqlarda 2 çoxluğa daxil olan elementlərin ümumi sayı 6-dır. Yalnız bir çoxluğa daxil olan elementlərin sayını tapın. Baxın, biz Euler-Ver dairəsini çəksək belə çəkə bilmərik. Niyə? Çünki hamısı birlikdə kəsişmir. Dairəmizi necə çəkirik? Baxın, ikisi kəsişə bilir də. Məsələn, A ilə B kəsişə bilirsə, tutaq ki, B ilə C kəsişir. Yazıram A, B, C. Və hər birinin 12 elementi var. Bu çoxluqların 2 çoxluğa daxil olan elementlərin ümumi sayı. Məsələn, bu hissə, bura ümumi 6-dır. Məsələn, bura verirəm mən 3, bura 3 verəndə bura da 3 verirəm. Məsələn, bura 1 verirəmsə, bura 5 verə bilərəm, tutaq ki, 3 verirəm. 12 dənə olmalıdır da hər birində. Deməli, burada 3-sə, burada 9 element var. Burada da 12 element olmalıdırsa, burada da 9 element var. Onda burada 6 element var ki, B-də 12 element var. Bunlar element deyil, sayılardır. Və burada deyir ki, yalnız bir çoxluğa daxil olan elementlərin sayı, yəni bu hissələri götürəcək. Buradan məsələn buranı götürəcəm. Çünki bunlar kəsişmir, bir çoxluğa daxildir. O zaman yazıram ki, 9 gəlsin, 6 gəlsin, 9 bərabərdir 24. O da C variantı. 67. K parametrinin hansı qiymətində K = 6 bərabərdir 3x xətt tənliyinin həlli yoxdur. Kx yazıram, 3-ü bu tərəfə gətirirəm, 3x 6-nı bu tərəfə gətirirəm, -6. X-i mötərizə xaricdən çıxanda K çıxılsın 3 bərabərdir -6. Baxın, K buradan 3-ə bərabər edə bilməz. K 3 olanda belə olur, x 1 olsun 0 bərabərdir -6. Yəni ədədi 0-a vuranda -6 ümumiyyətlə 0-dan başqa heç bir ədəd edə bilməz. Ona görə cavabımız C variantı. 68-də. Şəkildə düzgün 8 bucaqlı verilmişdir. Şəklə əsasən x-i tapın. Deməli, bir daxili bucağın dərəcə ölçüsü bərabərdir 180 vurulsun n çıxılsın 2 bölünsün n. Bu da 8 bucaq olduğu üçün 180 vurulsun. N-in yerinə 8 yazıram. 8 çıxır 2, 6 bölünsün 8. O da bərabərdir. İxtisarlarla aparanda gəlir 135 alınır. Deməli, bura 135 dərəcədir. Baxın, burada 135 dərəcədir. Burada 135 dərəcədir və bu bərabər yanlı trapesiyadır bu hissəsi. Baxın bura qırmızıladım, bura bərabər yanlı trapesiyadırsa, bura 135-dirsə, deməli bunların cəmi 360 dərəcə olmalıdır. Məsələn, bura alfadırsa, burada alfa eləyəcək. Bu trapesiya bucaqlarının cəmi 2 alfa üstə gəlsin, 270 bərabərdir 360. 2 alfa bərabərdir 90, alfa da bərabərdir 45. Deməli, bura 45-dir. Baxın, şərtlər, bu qırmızıladığım hissə, bura 45-dirsə, ümumi 135 olmalıdır da. Onda bura 90-dır. Bura 90-dırsa, bura da 90-dır. Çünki düzgün çoxbucaqlıdır, 90-dır. Və bura x-dir. Onda biz necə tapırıq x-i? Bütün, baxın, burada bir 4 bucaqlı alınır. 4 bucaqlının dərəcə ölçüsünün cəmində daxili bucaqların cəmi 360 dərəcədir. Onu da yazıram mən. 90 üstə gəlir, yəni yazıram x üstə gəlsin. 90, 90, 180, üstə gəlir 135 bərabərdir 360 dərəcə. Buradan x üstə gəlsin. 180 üstə 135 gəldi 315 bərabərdir 360 dərəcə. X də bərabərdir 360-dan 115 çıxanda 45 dərəcə eləyir. D variantı.
69-cu suala baxırıq. Kök daxilinə salırıq. A bərabərdir. İkinci dərəcədən olduğu üçün 4-ün kvadratı vurulsun. 3 bərabərdir 48 kökdə. B bərabərdir. 2-nin kvadratı vurulsun. 13 bərabərdir. Kökdə 52. C variantında kökü altına salanda kökdə 50 edir. Və buradan ən böyük, kiçikdən böyüyə başlasam belə olur. A, C və B. O da D variantı. 70. Adi kəsrin surəti 80%, məxrəci 50% artarsa qiyməti neçə faiz artar? Bu bizim adi kəsirimizdir. A-da B. İndi bu kəsirin sürətini 80% artırıram. Yəni B-nin üstünə gəlirəm 0,8B. A-mızın da üstə gəlirəm 0,5A bərabərdir 1,8B. Bu da edir 1,5B. Hər tərəfini 10-a vursam 18B. Bu da edir 15, daha doğrusu A. Hər tərəfini ixtisar aparıram rahat olsun deyə 3-ə bölsəm. Bura 5A, burada 6B. Baxın ki, özü buydu da, yəni A-da B. Bu 100% idi. Amma 5-də 6 məmur olsun, belə AB yazıram. 10 vuranda bu alınırdı. Bu neçədir? X faizdir. Və bunları tənasümüzü qurduq. Tərəf-tərəfə vururuq ziqzaq formasında. Yazıram X vurulsun. A-da B bərabərdir 100 vurulsun. 5-də 6 vurulsun. A-da B. A-da B-lərimizi ixtisar aparıram. 100-dən 5 buradan 20. X də bərabərdir 20 vur 6, 120. Əvvəl 100% idi, sonra oldu 120%. Nə qədər artdı? 20%. Y variantı. 71-ci suala baxıram. Bu bir hədlərin əbobunu tapın. Baxın, ən kiçik olanı götürürəm. Buradan x2-dir. Buradan da y3-dür. O da edir C variantı. 72-ci sualda bu ifadənin qiymətini tapın. Eyni kökə salıram. Və olur belə alınır 2, 7 üstə gəlir kökdə 3. Müxtəsər vurma düsturu, yəni A-nın kvadratı çıxılsın, B-nin kvadratı düsturundan hesablayacaq. Bərabərdir. Kök altında 2-ni salsaq daxilə, deməli 28 üstə gəl kökdə 3. O da o birisi də çıxmayla 28 çıxılsın kökdə 3. Bərabərdir. O da 28 çıxılsın 3. Bərabərdir kökdə 25. Bərabərdir 5. Cavabımız 5. 73-cü suala baxırıq. Kvadratları fərqi 53 olan 2 natural ədəddən kiçiyini tapın. Deməli, A və B natural ədəddir. Kvadratları fərqi A-nın kvadratı çıxsın, B-nin kvadratı bərabərdir 53. Deməli, A-mız B-mizdən də böyükdür. Buradan müxtəsər vurma düsturuna açılsa A çıx B, A üstə gəlsin, B bərabərdir 53. Şagirdlər, bunlar natural ədəddir. Deməli, məsələn, bu hissə olub natural ədəd. Yəni, bura tam ədəd, irrasional falan deyə bilmərik. Sadəcə natural ədəddir. Bura natural ədəddir. 53-ün də bölənləri, yəni sadə ədəd olan 53 vurulsun 1-dir. Cəmə 53 yazıram, fərqə də 1 yazıram. Onu da A çıxılsın B bərabərdir 1. A üstə gəlsin B bərabərdir 53. Tərəf-tərəfə toplayanda 2A bərabərdir 54. A da bərabərdir 27. Bizdən kiçiyini soruşursa B-ni tapırıq. Yəni, gətirirəm, qoyuram bu yerinə. A çıxılsın B bərabərdir 1-in yerinə qoyuram. A-nın yerinə 27 çıxılsın B bərabərdir 1. B də buradan edir 26. Cavabımız 26. 74. Tərəfləri 16 cm və 18 cm olan düzbucaqlının perimetrini tapın. Bu düsturumuzda çox asandır. 2 vurulsun. 16 üstə 18 gəndə edir 34. O da edir 68 cm. 73-cü sual. Qabarıq altıbucaqlının bir təpəsindən çəkilən bütün diaqonalları onu neçə üçbucaq ayırır? Düsturumuza əsasən n çıxılsın 2, n-in yerinə qoyuruq 6, altdan 2 çıxırıq 4. Bu qədər. 76-cı sual. A, B, C-nin deməli, əvvəli üçbucağımızı çəkirik. A, B və C-nin AC tərəfinə paralel MN orta xətti çəkilmişdir.
Deməli, bura məsələn A-dır. Oldu burada A. Bura B idisə, burada B. Bura 2C idisə, bura C. Və buradan BH hündürlüyü çəkilib. O da 12 santimetrdir. Buradan B-dən M-ə qədər. Baxın, yəni B onu soruşur, buranı soruşur. Mən bura verirəm X. Baxın bu hissəyə. Onda bu hissə olacaq nə qədər? 12-də axı. 12 çıxılsın X. Toplayanda 12 versin deyə. Və şagirdlər, bucaqlar, burada oxşarlıq var. Məsələn, bura alfadırsa, paralel olduğundan burada alfadır. Və burada 3 bucaq B, M, O ilə 3 bucaq, deməli A, B, H oxşardır. O zaman biz düsturumuz belə olur. Alfanın qabağında düsturumuz yox da, doğrusu misalımız alfanın qabağında x-dir. Bu alfanın qabağında 12-dir də ümumi. Deməli, burada 90 dərəcədir. Yəni A, bunun qabağında 2A, o da bərabərdir 2-də 1. Yəni, misalımız belə olur. X bölünsün 12 bərabərdir 2-də 1. Burada da x bərabərdir 6. Bizdən də sırf bu x hissəni soruşur. Onun da qiyməti oldu 6. Əminəm ki, əksəriyyətiniz 12-ni 2-yə bölüb 6 yazıb elə. 77. AC kəsən AB toxunansa, deməli, BND qövsünün dərəcə ölçüsünü soruşur. Bura alfadırsa, burada alfadır. Baxın, mən buradan bir bucaq tərəf çəkirəm, düz xət çəkirəm da doğrusu. Bura 90 dərəcədir, də elə deyil. Onda bura nə qədər olacaq? Bura radius olduğundan, burada radius bərabərdir, burada alfa olacaq. Yəni, birinci tərəf bucaq C edir alfa üstəgəlsin, bucaq B alfa üstəgəlsin 90 dərəcə və bucaq A üstəgəl alfa. Daxili ölçülər, deməli, 3 bucaqda 180 dərəcədir. Buradan 3 alfa üstəgəlsin 90 dərəcə bərabərdir 180 dərəcə. 3 alfa bərabərdir, deməli, 90 dərəcə. Alfa da bərabərdir 30 dərəcə. Mən buranı 30 dərəcə tapdım. BND-ni soruşur da. BND-nin yarısıdır da, yəni daxilə söykənmiş, qövsə söykənən daxili bucaq. Onda BND-də edəcək 60 dərəcə. Keçdik 78-ci suala. Bir daxili bucağı 160 dərəcə olan düzgün çoxbucaqlı diaqonallarının sayını tapın. Əvvəl tərəfinin sayını tapaq. 180 dərəcə vurulsun. N çıxılsın 2 bölünsün. N bərabərdir 160 dərəcə. 180 dərəcə vurulsun. N çıxılsın 2 bərabərdir 160 vurulsun. N. Hər tərəfi 4-ə bölsək, daha doğrusu 20-yə bölək. 20-yə böləndə burada qalır 8, burada qalır 9. Bu da 9n çıxılsın 18 bərabərdir 8n. N də bərabər 8-i bu tərəfə keçirsə 18 sonra edir 18. Deməli, bu 18 tərəflidir. Diaqonallar da D bərabərdir. Deməli, N vurulsun. Kompüterdə onda deməli, N vurulsun, N çıxılsın 3 bölünsün 2. Bərabərdir 18 vurulsun, 18-dən 3 çıxırıq 15 bölünsün 2. Bərabərdir. Deməli, 2 ilə 18 qısacadır 9. 9-u da 15-ə vuranda, deməli, 135 dərəcə eləyir. Növbəti sualımız 79. A-nın kubu üstəgəlsin, B-nin kubunun cəmi tapın. Baxın, mən yazıram A üstəgəlsin, B vururam bir-birinə. A-nın kvadrat üstəgəlsin, B-nin kvadratı bərabərdir. A-nın, deməli, kubu üstəgəlsin, A-nın kvadratı B üstəgəlsin, B-nin kvadratı A üstəgəlsin, B-nin kubu. Belə bir misal alınır, o da bərabərdir. A-nın kubu üstəgəlsin, B-nin kubu üstəgəlsin. Deməli, buradan mötərizə xaricinə çıxaram AB-yi, A üstəgəlsin, B bərabər. Şərclər AB 6-dır. Burada 22-dir, yəni 6-yı da 22-yə vuranda edir 132. Bizdən bu hissəni soruşur. Biz bu hissəni tapmalıyıq ki, A-nın kubu üstəgəlsin, B-nin kubunu tapa bilək. Onun üçün də, deməli, baxın, bu hissəni kvadrata yüksəldirəm. Yazıram, A-nın kvadrat üstəgəlsin 2
AB üstəgəlsin B-nin kvadratı bərabərdir 6-nın kvadratı üstəgəlində 36. A-nın kvadratı üstəgəlsin B-nin kvadratı. Deməli, bu hissə 22-dir də. Üstəgəlsin 2AB bərabərdir 36. Yerinə yazıram 22 üstəgəlsin 2AB bərabərdir 36. 2AB bərabərdir 36-dan 22 çıxanda 14. Və buradan da AB bərabərdir. Hər tərəfini 2-yə böləndə 7. AB-miz 7-dir. İndi biz burada, baxın bu ifadəyi davam elətdirirəm. Başqa rənglə davam elətdirirəm. A-nın kubu üstəgəlsin B-nin kubu bərabərdir. A-nın kubu üstəgəl B-nin kubu. Üstəgəl AB 7-dir. 7 vurulsun A üstəgəlsin B, yəni 6. Bura 6 idi də, buradan məlumdur. Bərabərdir 132. A-nın kubu üstəgəl B-nin kubu. Bura 42 edir də. O 132-dən 42 çıxanda edir 90. Deməli, ifadəmizin cavabı 90-dır. Misalımızın cavabı. Növbəti misal. Deməli, iti bucağı 60 dərəcə olan paraleloqram. Bu bizim paraleloqramdır. İti bucağı 60 dərəcədir. Burada 60, burada 60. Uzunluğu 6/3 olan kiçik diaqonalı, bu kiçik diaqonalımızdır və 6/3'dür. Kör bucağı, baxın bu bucağı K və 3K bölsək, bu K'ları buradan yazmayaq. Yazıram. Bura 60-dırsa buranın 120 olduğunu bilirik də. Artıq bu isə 120 dərəcədir. Amma 1K 3K ilə yazsaq, çünki parçalayıb buradan. Üstəgəl 3K bərabərdir 120 dərəcə, 4K bərabərdir 120 dərəcə, K bərabərdir 30 dərəcə. Deməli, bura 30-dur, bura K idi, çünki kiçik tərəfdir də. Burada 3K-dırsa, deməli 90-dır. Bura 90-dırsa, deməli bura düz bucaqlı 3 bucaqdır. Bura 60-dırsa, onda burada 30 dərəcə eləyir. Deməli, bura 6/3-dürsə, artıq biz Pifagor teoremindən tapırıq ki, bura 6-dır, burada 12-dir. Çünki 30 dərəcə bucaq arasında duran katet hipotenuzun yarısına bərabərdir. 60 dərəcə olanda da o kiçik katetin keçdə 3 əhasilə bərabərdir. Onda burada 12-dir, burada 6-dır və bizdən böyük diaqonalı soruşur. Böyük diaqonala mən yazıram D2. Və məlumdur ki, D1-in kvadratı üstəgəlsin, D2-nin kvadratı bərabərdir 2 vurulsun, A-nın kvadratı üstəgəlsin, B-nin kvadratı düsturuna əsasən. D1-imiz 6/3-dür, kvadrata yüksəldəndə edir 108. Üstəgəlsin D2-nin kvadratı. Bərabərdir 2 vurulsun, A-nın kvadratı 36, B-nin kvadratı 144 yazıram. 2-ni vururam 180-ə 360 dərəcə. Buradan D2-nin kvadratı bərabərdir 360 çıxılsın 108 dərəcə edir 252 santimetr. Tutaq ki, metr, nə bilim. Buradan D2 də bərabərdir kök altında 252, o da bərabərdir. Deməli, 252-dən çıxacaq. Deməli, 252-ni göstərə bilərəm. 36 vur 7. Bu da 6 kökdə 7. Növbəti 81-ci sual. Kvadrat tənliyin kökləri x1 və x2-dir. Kökləri x, deməli, bu olan kvadrat tənlik qurun. Biz əvvəl, yəni B bərabərdir. Baxın, bir dəfə hesablayaq. Deməli, diskriminant bərabərdir. B-nin kvadrat çıxsın 4AC, yəni 25 çıxılsın 4 dəfə 3-ün 12 bərabərdir 13. Diskriminant 13 elədi. Və buradan x1 bərabərdir mənfi B, yəni mənfi 5 olduğundan müsbət edir. 1 çıxılsın kök altında 13 bölünsün 2A. A da 1-dir də. Bu bizim x1-imizdir. Su x2-miz də bərabərdir. Bunun əksi 5 üstəgəl kökdə 13 bölünsün 2. İndi kökləri belə edəcək biz. Yəni x1-in üstünə 2 gəlirik. x1 üstəgəl 2. Yəni bu ifadənin üstünə 2 gələn neçə edir? 2 də deməli hesablayanda 9 çıx kökdə 13 edir. Hesablayanda görəsiniz.
Sonra x2-nin üstə də 2 gələndə, bu da 9 üstə gəlsin, kök altında 13 bölünsün 2-dir. Deməli, bizim tənliyimizin kökləri budur. Yəni, bu elə bil x1-dir. Baxın, bu qiymə x1-dir. Bu da x2-dir. Yeni bir tənlik quracaq. Buradan da b bərabərdir. Mənfi b bərabərdir. x1 üstə gəlsin, x2. Yəni, 2-də 9 çıxılsın kökdə 13. Üstə gəlsin 9 üstə gəl kökdə 13. Toplayanda belə olur da. Bunlar ixtisar edir. Edir 18 böl 2 bərabərdir 9. Yəni, b etdi mənfi 9. Sonra c-yə baxırıq. C də bərabərdir. Bunların hasili x1 vurur x2. Yəni, 2 2-yə buradan 4 eləyir. 9 81 çıxılsın 13. Bərabərdir. 81-dən 13 çıxanda edir 68. 68 bölünsün 4. O da bərabərdir 17. Deməli, x1-in cəmi budur. Baxın, cəmi b-dir. Mənfi 9-dur. Hasili 17-dir. Onda a-x-in kvadrat gəlsin, b-x üstə gəlsin, c belə olur. X-in kvadratı çıxıl üstə gəlsin. Deməli, 9x üstə gəlsin 17 bərabərdir 0. Şərhlər daha doğrusu b mənfi 9 olduğu üçün buranı belə götürürəm. Yəni, buranı silin düzəldim. Baxın belə, bu da bizim x-in kvadrat çıxsın 9x üstə gəl 17 bərabərdir 0. Bura qədər izlədinizsə, kanalıma abunə olaraq dəstək verə bilərsiniz. Sağ olun, salamat qalın.